أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد وآله الطيبين الطاهرين المنتجبين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك. عليك مني سلام الله أبدا ما بقيت وما بقي الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين ورحمة الله وبركاته. Əziz möminlər, Allah Teala saxlanılan təziyelər səbəbindən dinimizin Peyğəmbəri, Allahın Rəsulu, Xatəmül Ənbiya və Seyyidəl Mürsəlinin özünün və ailəsinin, pak əhl-i beytinin başına gəlmiş bu müsibətdən ötürü saxlanılan bu əzaya görə hər birinizə uca Rəbbimizdən, Allah Teala'dan əzəmətli, böyük mükafat niyaz edirəm. Allah Teala şəhidlərimizi də şəhidlər sərvərinə inşallah ilhaq eləsin. Kərbəla şəhidlərinə ilhaq eləsin. Bu günlərdə, bu müsibətli günlərdə əziz şəhidlərimizin də ruhlarını inşallah şad eləsin. Onların ruhların bizlərə duaçı qərar versin. O niyyətə onların pak mütəhhər ruhlarına salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah-u Teala Kur'an-ı Kerim'in Nəhl suresinin 125. ayəsində buyurur: Bismillahirrahmanirrahim. Ud'u ila sabili rabbika bil hikmeti vel mev'izetil haseneh. Buyurur ki, ya Peyğəmbər, insanları Rəbbinin yoluna hikmətlə və gözəl moizə ilə dəvət elə. Allah-u Teala Həzrəti Peyğəmbərimizdən insanları öz dininə hikmətlə və moizə ilə, yəni möhkəm sözlə, hikmətli sözlə və gözəl şəkildə dəvətini istəyir. Yəni Allah Peyğəmbərinə dinini bütün insanlara çatdırmaq üçün dəvət etməsini istəyir. Və Həzrəti Rasulullah da sallallahu aleyhi və aleyhi və səlləm bir ömür, yəni risalət dövrü ərzində, 23 illik risalət dövrü ərzində Allah Teala'nın bu əmrini icra elədi, tamamladı. Sonunda da Allah Teala'nın dininin tamamlanması üçün Həzreti Əmir el-Müminin əleyhisselamın vilayətinin elan olunmasını da istədi. Onu da vida həccində, yəni həcdən geri dönəndə Qədir Xumda məlum olan yerdə elan elədi və öz missiyasını, öz vəzifəsini Allah qarşısında tamamladı. Amma müsəlmanlar, Həzrəti Peyğəmbərimizə iman gətirmiş müsəlmanlar çox keçmədən əziz Peyğəmbərimizə imandan necə dedilər, zəiflik göstərdilər. Və bəziləri hələ keçmiş cahiliyyə dövrünün təsirindən qurtula bilmədilər, qurtula bilməmişdilər. Necə ki, bunu tarixdə də görürük. Quran-ı Kerimdə Həzrəti Musa əleyhissalam öz qövmini ki, Fironun zülmündən qutardı, onları dənizlərdən keçirtdi Allah Teala'nın izni və köməyi ilə. Onlara
cənnətdən 120 mindən artıq Bəni İsrail qövmi Firondan nicat tapandan sonra onlara səmadan, cənnətdən yemək və həlva nazil oldu. Necə ki Allah-u Teala Qur'an-ı Kərimdə bəyan edir. Yəni onlar ki yeməyə bir şey yox idi. Allah istədi ki ya Rabbi bu qədər insanı qurtardıq, gətirdik sənin izninlə. Bunlar nə yesinlər çölün düzündə? Ərəbistan, Fələstinin çölündə. Nə yesinlər? Allah Teala onları orada da ac qoymadı. Və cənnətdən yemək göndərdi, yemək nazil elədi. Sonradan həmin qövm Hz. Musa əleyhissalamın cəmi 40 gün qeybinə, yəni 40 gün aralarında olmamasına dözmədilər. Səbr eləyə bilmədilər. Yenidən döndülər öz əvvəlki inanclarına, buzova itayətə. Fikir versiniz, insan övladı necə öz fitrətində öyrəşdirdiyi bəzi şeylərə yenidən geri dönmə imkanı var. Ona görə gərək insan övladı öz fitrətinə, öz necə deyirlər, mənliyinə, insanlığına daima nəzarət eləməlidir. Özünə nəzarət eləməlidir. O kəslər ki, nə bilim, hərəsi bir 20 il, 15 il, 30 il, 40 il, kimlərin yaşına görə, fərqli yaşda olan Bəni İsrail övladları Hz. Musa əleyhissalama və onun Rəbbinə iman gətirənə qədər ibadət etdikləri bütlərə və bütpərəstliyə iman gətirməsinə baxmayaraq yenidən döndülər. Ona görə Hz. Musa əleyhissalam geri dönəndən sonra dedi ki, sizə gəldi ki, gördü buzova sitayiş edirlər təzədən. Qardaşı Harunu ki, onların arasında vəzir qoymuşdu, özünün vəsisi təyin eləmişdi. Onun sözünə baxmayıblar. Təzədən öz əvvəlki küfür fitrətə, küfür inanca geri dönüblər. Dedi siz çünki etdiyiniz, o ibadət etdiyiniz buzova, bütə siz aşiqsiniz. Sizin fitrətinizdə ona aşiqlik var. Ona görə siz geri dönürsünüz. Ona görə Hz. Peyğəmbərimizi də baxmayaraq ki, iman gətirmişdilər sahabələri, bəzi insanlar, bəziləri imanlarda xalis idi. Ona görə Allah Teala o xalis niyyətli, imanlı insanları xüsusi zikr edir Qur'an-ı Kərimdə. Məsələn, deyir ki, o kəslər ki, Allahın yolunda, Peyğəmbərinin yolunda, uğrunda canların fəda edəyərlər, bəziləri fəda edəyərlər, bəziləri də gözləyərlər. Amma demir hamısı. Demir bütün iman gətirənlər. Ona görə heç də o demək deyil ki, bütün iman gətirənlər sabit qədəm idilər. Hz. Peyğəmbərimizin dinində davamlı idilər, sabit qədəm idilər. Və bu mənada da əziz Peyğəmbərimizin vəfatından 50 il keçməmiş bəzi insanlar yenidən o əvvəlki fitrətlərinə, dünyapərəstliyə, dünyaya və yaxud əvvəlki fitrətindəki əyriliklərə geri döndülər. Və o mənada Hz. Peyğəmbərimizin əziz balasını şəhid eləməyə hazır oldular. Qətliyinə hazır oldular. Amma Hz. Peyğəmbərimiz necə Rəbbinin yoluna dəvət eləmək idi missiyası, vəzifəsi, Hz. İmam Hüseyn əleyhissalam da Mədinəni tərk eləyəndə dedi ki, mən cəddim Peyğəmbər və atam Əli ibn Əbu Talibin yolu ilə gedəcəm və cəddim Peyğəmbərin ümmətini islah eləməliyəm. Nəyə görə, nəyi islah eləməlidir? Onu buyurur. Buyurur ki, mən sizi Allahın kitabı və Peyğəmbərin sünnətinə çağırıram. Deməli, Allahın kitabı və Peyğəmbərin sünnəti tərk edilmişdir. Tərk edilməsəydi İmam Hüseyn əleyhissalam Allahın hüccəti niyə onun üçün çıxsın, ona dəvət üçün çıxsın? Hz. Peyğəmbər, Hz. İmam Hüseyn əleyhissalamın bu sözündəki, bu kəlamındakı dəvət elə cəddi Peyğəmbərin dəvəti kimidir, dəvətidir. Allahın kitabına və onun Peyğəmbərinin sünnəsinə sizi çağırıram. Həqiqət budur ki, buyurur sonra imam, həqiqət budur ki, sünnə artıq məhvə məhkum edilmişdir. Bidətlər dirçəldilmişdir. Yəni, Peyğəmbər sünnəsi artıq məhv olub, aradan gedib,
və əvvəlki bidətlər, yəni dinə aid olmayan, dində olmayan şeyləri öz əvvəlki inanclarında olan bəzi məsələləri yenidən ortaya çıxardıblar. Nəfslərindəki o hiqdi, o necə deyərlər, Allaha qarşı olan kinlərini və yaxud da Allaha dəvət edənlərə qarşı olan kinlərini təzədən üzə çıxartmışdılar. Necə ki, Musa əleyhissalamın qövmü kimi. Ona görə buyurur ki, gördüyüm həqiqət budur ki, sünnə artıq məhvə məhkum edilib və bidətlər dirçəldilmişdir. İmam Hüseyin əleyhissalam buna görə çıxdı. Yəni, bu yola, bu şəhadət yoluna buna görə razı oldu, çıxdı. Həqiqətən, iman edən insan belə bir vəziyyətdə yalnız Rəbbinin görüşünə rəğbət bəsləyər. Yəni, belə bir vəziyyətdə, bidətlərin dirçələn vaxtında, Allahın kitabına və Peyğəmbərin sünnəsinə əməl edilməyən bir vəziyyətdə İmam Hüseyin əleyhissalam buyurur ki, insan, həqiqi Allaha iman edən insan Allaha qovuşmağa rəğbət göstərər. Yəni, o mühitdə yaşaya bilməz. Elə isə ölümü şəhidlikdən, zalimlarla yaşamağı isə istirabdan başqa bir şey saymıram deyə Hz. İmam Hüseyin əleyhissalam buyurdu. Yəni, buyurdu ki, mən belə vəziyyətdə ölümü seçirəm, hansı ki, o şəhidlikdir və bu mühitin içərisində yaşamaqdan isə uzaqlaşmaq istəyirəm. Yəni, bu çirkabın içərisində olmaq istəmirəm. Hz. İmam Hüseyin əleyhissalam bu dəvət ilə çıxmışdı. İndi əziz Peyğəmbərimizin gözəl bir kəlamı var, gözəl bir sözü var. Buyurur ki, Hüseynun minni və ənə min Hüseyn. Hüseyn məndəndir və mən də Hüseyndənəm. Bu məşhur kəlamdır, bilirsiniz. Mənası da məlumdur. Buyurur ki, Hüseyn məndəndir, yəni mənim nəslimdəndir, mənim qızımın övladıdır, məndəndir. Amma və mən də Hüseyndənəm deməsində ikinci tərəfindədir hikmət. Görəsən, əziz Peyğəmbərimiz özünü niyə öz nəvəsinə isnad edir? Öz övladına isnad edir. Adətən övladları atalara isnad edirlər. Gələn nəsilləri, zürriyyətləri atalara, babalara isnad edirlər. Babaları atalara isnad edəməzlər. Amma Hz. İmam Hüseyin əleyhissalam burada, daha doğrusu Hz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm burada çox dərin mənalı bir sözlə deyir. Mən Hüseyn məndəndir, amma mən də Hüseyndənəm. İmam Hüseyin əleyhissalam Hz. Peyğəmbərimizin nəvəsi və ardıcılıdır. Necə ki, elə son Peyğəmbərimizdən əvvəlki Peyğəmbərlərin də ardıcılıdır, varisidir. Lakin Hz. Peyğəmbərimizin başqa nəvələri də var idi. Məsələn, İmam Həsən əleyhissalam var idi, digər nəvələri var idi, qızlar var idi, xanım Zeynəb, Ümmü Gülsüm və başqa. Amma Hz. Peyğəmbərimiz o biri nəvələri haqqında bu sözü deməyib. Bu sözü məhz İmam Hüseyin əleyhissalam üçün deyib. Və hikmət də bundadır ki, Allahın Rəsulunun bu sözünü belə anlamaq olar ki, mənim dinim, mən Hüseyndənəm deyəndə bunu belə başa düşmək olar. Mənim dinim, Peyğəmbərliyim, mənim missiyam Hüseynin fədakarlığı sayəsində öz mövcudluğunu saxlayacaqdır. Mən Hüseyndənəm deməkdə budur ki, yəni mənim gətirdiyim din və mənim vəzifələrim, missiyam, mükəlləfiyyətim, Allah qarşısında olan mükəlləfiyyətim İmam Hüseyin əleyhissalamın canı bahasına yaşayacaq. Onun fədakarlığı sayəsində yaşayacaq. Ona görə buyurur ki, mən də Hüseyndənəm. Beləliklə İmam Hüseyin əleyhissalamın çağırışı, hansı ki, bayaq dedik ki, insanları hansı çağırış üçün çıxdı Mədinədən, Şufə yoluna, Kərbəla yoluna üst tutdu. İmam Hüseyin əleyhissalamın çağırışı elə cəddi Peyğəmbərin çağırışı kimidir. Cəddi Peyğəmbər necə ümum bəşəri cahan şumuldur onun çağırışı, dəvəti Allah Taala'nın əmri ilə bütün insanlığa müraciətdir. Deməli, İmam Hüseyin əleyhissalamın da çağırışı elə ümum bəşəridir. Həzrət Peyğəmbərimizin çağırışı kimidir. Həzrət Peyğəmbərimizin peyğəmbərlik missiyasının hüdudları nə qədərdirsə,
İmam Hüseyin əleyhissalamın da şəhadətinə gedən bu yolda olan missiyası o qədərdir. Peyğəmbərin peyğəmbərlik vəzifəsi nə qədər idi? Allah Teala təyin edir. O missiyanın hüdudların biz təyin eləmirik. Peyğəmbərin peyğəmbərliyinin sərhədlərin Allah-u Teala təyin edir. Quran-ı Kərimdə buyurur. Bismillahirrahmanirrahim. Və mə ərsəlnəkə illə rəhmətən lil-aləmin. Ya Peyğəmbər, biz səni bütün aləmlərə rəhmət göndərmişik. Nəinki bütün insanlığa, nəinki bütün bəşəriyyətə, bütün yaradılmışlara, yer aləminə, göy aləminə, mülk aləminə, mələkut aləminə, hamısına rəhmət göndərmişik. Deməli, onun Peyğəmbərimizin peyğəmbərlik missiyası sərhədli deyil. Bizim bildiyimiz kimi sərhədli deyil. Və yaxud digər Quran ayəsi kimi Səba surəsinin 28-ci ayəsində Allah Teala buyurur. Bismillahirrahmanirrahim. Və mə ərsəlnəkə illə kəffətən linnəsi bəşiran və nəzira. Buyurur ki, ya Peyğəmbər, biz səni bütün insanlığa, bütün kəffətən, bütün insanlara bəşiran və nəzir, müjdəliyən və xəbərdar edici göndərmişik. Bütün insanlığa, yəni təkcə ay ərəblərə, ay əcəmlərə, yəni filan coğrafiyaya xeyr, bütün insanlara, qiyamət gününə qədər gələcək bütün insanlara bəşir, müjdələyici və nəzir, yəni xəbərdar edici göndərmişik. Deməli, Hz. Peyğəmbərimizin peyğəmbərlik sərhəddi bu qədər geniş olduğu halda, deməli, Hz. Rasulullah buyurur ki, mənim bu varlığım da İmam Hüseyin əleyhissalama bağlıdır. Hz. Peyğəmbərimizin peyğəmbərlik hüdudları nə qədər genişdirsə, İmam Hüseyin əleyhissalamın da hüdudu bu qədər genişdir. Ondan aşağı deyil. Deməli, İmam Hüseyin əleyhissalamın bu hərəkatı cahanşumuldur, yəni ümumbəşəridir. Bütün bəşəriyyəti əhatə eləyəndir. Bütün dövrləri əhatə eləyəndir və əbədi yaşardır. Necə Hz. Peyğəmbərimizin dini əbədidir, qiyamət gününə qədərdir. Qiyamət gününə qədər Hz. Peyğəmbərimizin dini haqq dindir, sabitdir. Nə qədər əziz Peyğəmbərimizin dini yaşayacaq, onun dininin yolunda canını fəda edən övladı İmam Hüseyin əleyhissalamın da adı və bu hərəkatı yaşayacaq. İmam Hüseyin əleyhissalam ona görə ümumbəşəridir, cahan şumuldur. Bunu İmam Zaman ağanın inşallah gəlişində də Allah nəsib eləsin tezliklə biz Hz. İmamın zamanını yaşayaq, onun zuhurunu görək, onun zuhurunun intizarında olmağı hər birimizə Allah Teala nəsib eləsin. Hz. Peyğəmbərimiz buyurur ki, ən yaxşı ibadət, ibadətlərin ən üstünü sonuncu imamın zuhurunu gözləməkdir. Bu kəlamların hər biri dərin mənalıdır. Bunlar elə belə deyilməyib. Sonuncu imamın, qaimin, Accəlallahu fərəcəhü şərifin gəlişini gözləməkdir. Ən fəzilətli, afdalul ibadə buyurur Hz. Rasulullah sallallahu aleyhi ve sellem. Çünki Hz. İmamın, sonuncu imamın gəlişi ilə 124 min peyğəmbərlərin missiyasını o tamamlayacaq. Onlar nə üçün göndərilib? Allah Teala onları hansı səbəblə göndərib? Peyğəmbər olub ki, məsələn, ətrafında 5 nəfər ona iman gətirib. 10 nəfər iman gətirib. Beləsi olub, məsələn, Nuh əleyhissalam kimi 80 nəfər. 1000 ilə yaxın peyğəmbərlik, 950 il peyğəmbərlik dəvət edib insanları, cəmi 80 nəfər iman gətirib. Yəni, böyük peyğəmbərlərin iman gətirən səhabələri, insanlar çox az olub. Halbuki 124 min peyğəmbər gəlib. Yer üzərinə sonuncusu Xatəmül Ənbiya. Və bütün bu peyğəmbərlərin yerinə yetirməli olduğu işi, Allah Taala'nın əmrini, qəti əmrini inşallah sonuncu imam yerinə yetirəcək. O missiyanı o tamamlayacaq. Ona görə Hz. Peyğəmbərimiz bizə onu gözləməyin özün belə ibadət sayıb. Onu gözləməyin özünü belə ibadət sayıb və deyib ki, ona dua edin, onu gözləyin, onu qəlbinizdən çıxartmayın.
Onu özünüzdən uzaqlaşdırmayın. Qəlbinizə daima onu mehman edin. Onu daima əziz qonağınız bilin. Həmişə özünüzün yanında, evinizdə olan bir qonaq bilin. İmam Zaman Ağa'nın Həzrəti Peyğəmbərimiz və pak əhl-i beyti bizə belə vəsf edib. Həzrəti Əmir Al-Momin əleyhissalam buyurur ki, deyir, əgər mən onu görsəydim, ona xidmətçi olardım. Əmir Al-Mominin əleyhissalam. Aləm ona xidmətçi olmaq istəyir. Amma Əmir Al-Momin əleyhissalam buyurur ki, mən sonuncu imamı görsəm, ona xidmətçi olaram. İndi İmam Zaman Ağa inşallah gələndə özünü necə tanıtdıracaq, bilirsiniz? Deməyəcək, mən Peyğəmbərin oğluyam, mən Əlinin oğluyam. Deyəcək ki, ənə İbnül Hüseyn Əl-Məzlum. Deyəcək ki, mən məzlum, mən qərib, mən ətşan, mən şəhid Hüseynin oğluyam. Özün İmam Hüseyn əleyhissalamın övladı kimi aləmə tanıtdıracaq. Niyə İmam Hüseyn əleyhissalamın övladı kimi? Çünki bu dinin, bu haqq dinin yer üzərində İmam Zaman Ağa'ya qədər az da olsa qalmasına səbəbkar o İmam Hüseyn əleyhissalamdır. O biri peyğəmbərlərinə gətirmişdir də dinləri, hamısı getdi, təzədən insanlar bütpərəstləşdirdi, bütpərəst oldu, Allah Teala yenidən peyğəmbər göndərdi. Amma Həzrət Peyğəmbərimizin dininin baqi qalmasından ötürü canlar fəda oldu, canlar, özdə qiymətli canlar, dəyərli canlar fəda oldu. Ona görə İnşallah zəmanənin imamı gələndə özünü, bax, bugün əzasını qeyd elədiyimiz, saxladığımız, xatırladığımız, göz yaşları ilə xatırladığımız imamın adı ilə özünü tanıtdıracaq. Aləm, bütün aləm o cür tanıyacaq imam. Ənə İbnül Hüseyn Əl-Məzlum. Mən o məzlum Hüseynin oğluyam, şəhid Hüseynin oğluyam. Qətl olunan Hüseynin oğluyam. Həzrəti İmam Hüseyn əleyhissalamın çağırışlarını gerçəkləşdirəcək. Özün ki, cəddi İmam Hüseyn əleyhissalamın adı ilə tanıtdıracaq. Ona isnad eləyəcək özünü və onun da missiyasını o tamamlayacaq. Sonra dünyanın seyri qiyamətə doğru dəyişməyə başlayar və kainat vəd olunan dəyişikliklərə məruz qalacaq. Yəni, müəyyən dəyişikliklər olacaq ki, artıq İmam Zaman Ağa'nın gəlişindən sonra o dəyişikliklər baş verəcək. Ona görə bu məclislər çox dəyərli məclislərdir, əziz möminlər, əziz müsəlmanlar. Bu məclislər İmam Hüseyn əleyhissalamın adına qurulan məclislər İmam Zaman Ağa'nın nəzəri olan məclislərdir. İmam Zaman Ağa'nın inşallah ki, özünün də isnad elədiyi cəddi imamın əza məclisləridir və kimlər ki, bu məclisdə İmam Hüseyn əleyhissalama, İmam Zaman Ağa, ümumiyyətlə imamətə, arifən bi haqqı tanımağa, mərifətə yetişmək fürsəti əldə edir, nə xoş halına. Onları biz tanımaqla, mərifətə yetişməklə inşallah biz Allah yanında dərəcələrimizi qaldıra bilərik. Əgər istəyiriksə Allah yanında dərəcəmiz qalxsın, Allah yanında bizim qiymətimiz qalxsın, Allahın hüccətlərini tanımaq şərəfinə gərək nail olmağa çalışaq. Addım bə addım, qarış bə qarış, santım bə santım onları tanımağa yaxınlaşaq. Onları tanıdıqca məhəbbət artacaq. Onda məhəbbət artacaq. Tanıdıqca məhəbbət artacaq, onların məhəbbət artacaq. İnşallah. Və inşallah sonuncu imamın da gəlişində o ruhlar sevinər. O ruhlar, o mömin ruhlar, Peyğəmbər və Ali Peyğəmbəri tanıyan ruhlar sevinər. Amma çox insanlar, gördüyünüz kimi bu məclislərin səbəbkarı olan bədbəxt insanlar o cür Peyğəmbər balasının Allahın hüccətini tanımaqdan məhrum oldular. Tanımadan, cəhalətində olaraq, qəflətdə olaraq və dünyaya bağlı olan insanlar və yaxud əvvəlki özlərinin əvvəlki etiqadlarına, bidətlərinə dönən insanlar gəldilər bu cür qurtarıcıları, bu cür ilahi nemətlərin başını kəsməyə hazır oldular. Onların qətlinə hazır dayandılar. Allah Teala bizi onlardan eləməsin inşallah.
Artıq 3-cü gündə Hz. İmam Hüseyn əleyhissalam və Yar-ı Ənsarinin şəhadətə yetişdiyi gündən bu 3 gün ərzində təbii ki, bir Aşura gününün əzablarını görən Peyğəmbər balaları var idi. Bir də Aşura günündəki qardaşları, əmiləri, sevdikləri, ən əzizləri, hansı ki sığınacaqları olan o əzizlər ki, gözlərinin qabağında doğram-doğram oldular, başları bədənindən ayrıldılar, başları Əli Əkbər kimi, Əli Əsqər kimi, Həzrəti Qasım kimi, Həzrəti Əbülfəzl Abbas kimi, Həzrəti İmam Hüseyn əleyhissalam kimi Peyğəmbər balalarının başları bədənlərdən cida olundu və neyzələrə taxıldı. Bütün bunlar orada olmuş Peyğəmbər qızlarının, Peyğəmbər gəlinlərinin gözləri qarşısında baş verdi. Bir var şəhadətə yetişələr, bir də var o əzabı hələ də görələr. Hələ də o əziyyəti görələr və bütün varlıqlarına, bütün necə deyərlər, vücudlarına o əzab və əziyyət yerisin, işləsin. Ona görə xanım Zeynəb salamullah aleyha ki, bu müsibətlər anası idi. Müsibətlər anası, yəni Həzrəti xanım Zeynəb salamullah aleyha Xatəmül Ənbiya, Seyyidəl Mürsəlin olan cəddi Peyğəmbərin vəfatını görmüşdü. Həzrəti anası xanım Zəhra salamullah aleyhanın şəhadətini görmüşdü. Şahidi olmuşdu. Atası Əmir Al-Müminin əleyhissalamın şəhadətinə şahid olmuşdu. Qardaşı İmam Həsən əleyhissalamın şəhadətinə şahid olmuşdu. Sonuncu İmam Hüseyn əleyhissalamı ən çox sevdiyi qardaşı idi. Həzrəti İmam Hüseyn əleyhissalam, xanım Zeynəb, ondan ayrılmaq ona çox ağır idi, çox. Tarixdə belə şey çox az görüküb. Bir bacı və qardaşın bir-birinə olan məhəbbəti, qardaş-bacı məhəbbəti çox az görüküb. Həzrəti Zeynəb salamullah aleyhaya elçi gələndə atası Əmir Al-Müminin əleyhissalamın əmisi oğlu Abdullah elçi gələndə, Cəfərin oğlu elçi gələndə dedi ki, atacan, əgər sən izin versən, bir şeyi mehriyə olaraq istəyərəm. Əgər evlənəcəyim Abdullah mənə izin verərsə ki, mən ürəyim istəyən vaxt Hüseyn qardaşımı gedib görə biləm. Onda evlənməyə razıyam. Bu xəbəri Həzrət Əmir Al-Müminin Abdullaha çatdırdı. Elçi düşən, xanım Zeynəbə elçi düşən Abdullaha çatdırdı. Abdullah da qəbul elədi. Niyə? Həzrəti Zeynəb heç bir şey istəmədi, maddi heç bir şey istəmədi. Dedi, bir dənə istəyim odur ki, ürəyim istəyəndə qardaşım Hüseyni görməyə mənə izin versin. Bu qədər çox bağlı idi İmam Hüseyn əleyhissalama. Bu qədər çox düşkün idi xanım Zeynəb Həzrəti İmam Hüseyn əleyhissalama. Və bir gündə oldu, elə toylarından 3 gün keçmişdi, artıq İmam Hüseyn əleyhissalam da dözə bilmir, bacısı Zeynəbi görmək istəyir. Zeynəb də İmam Hüseyndən ayrı qalıb. Deyir ki, İmam Hüseyn əleyhissalam 3-cü gün atasından Əmir Al-Müminin əleyhissalamın icazə aldı. Gəldi Abdullah gilə, bacısını görməyə. Gəldi, gördü ki, Zeynəb təkdir evdə yatıb, amma üzünə gün düşür. Deyir, gəldi, Həzrəti İmam Hüseyn əleyhissalam onu yuxudan oyatmaq istəmədi. Qıymadı, onu yuxudan oyatsın. Dayandı günəşin qarşısında, əbasını da qaldırdı ki, günəş Zeynəb bacısının üzünə düşməsin. Nə qədər yatmaq istəyir, dincəlmək istəyir, yatsın. Zeynəb salamullah aleyha yuxudan oyanında qardaşını başının üstündə gördü. Yəni bu cür məhəbbətləri var idi bacı qardaş. Amma Aşura günündə xanım Zeynəb deyir ki, ya Əbə Abdillah, yadımdadır, mən yeni evlənəndə günəşi qoymadın, başımın üstünə düşsün. Amma mən sənin başsız bədəninə belə bir məcərim olmadı. Salam sənə günəşin işığı bədənimi yandırmasın. O doğram-doğram olan qan içində qumlara bürünən bədənin günəşin istisindən kənar olsun, dedi. Həzrəti İmam Hüseyn əleyhissalam hələ Mədinədən çıxanda İbn Abbas, qardaş
qardaşı Muhammed Hənəfiyyə və başqaları dedilər ki, ya İbn Rasulullah, ya Əbu Abdullah, özün gedirsən, bu uşaqları hara aparırsan? Bu əhli əyalını hara aparırsan? Qalə İbn Abbas lil Hüseyn aleyhisselam, İn kənə və lə buddə və qad azəmtə alə-şəhadə, fəliməzə təshab mə'əkə həzihin nisvət vəl-ətfal. Dedi ki, ya Əbu Abdullah, sən özün şəhadətə təsbih eləmişsən, qərarlaşmışsan ki, yəni canım da şəhid olsa, cəddim Peyğəmbərin ümmətin islah eləmək üçün çıxacam. Bəs bu uşaqları niyə aparırsan? Deyir, bu zaman Səmi'tuhu Seyyidətun Zeynəb və qaləthu. Deyir, Seyyidətü Zeynəb eşitdi, xanım Zeynəb eşitdi. Dedi ki, ya İbn Abbas, tuşiru alə seyyidunə və mevlənə ən yuxəllifənə həhunə. Dedi, sən demək istəyirsən ki, bizim seyyidimizə, bizim ağamıza ki, bizləri burada qoyub geçsin. Sonra gör nə deyir? Deyir ki, lə vallahi bəl nəhyə mə'ahu və nəmutu mə'ahu. Dedi ki, xeyr, and olsun Allaha, biz onunla yaşayacağıq və onunla da öləcəyik. Yəni İmam Hüseyn əleyhissalam nə qədər həyatdadır, biz də həyatdayıq. Xanım Zeynəb belə deyir. O öldüsə, o şəhid oldusa, biz də şəhid olmuşuq. Və həl əbqaz zəmən lənə xeyrah. Burada çox qeyri-adi bir söz deyir Həzrəti Zeynəb sallallahu aleyha. Buyurur ki, ondan başqa imamsız, Hüseynsiz bizə nə zaman qalıb? Bizim onsuz da ömrümüz sona çatacaq. Amma Hüseynsiz bizim zamanımız, bizim həyatımız həyat deyil. Deyə Həzrəti xanım Zeynəb belə buyurur. Yəni onsuz zaman deyil. Onsuz keçilən vaxt deyil. Deyə xanım Zeynəb buyurur. Xanım Zeynəb salamullah aleyha Aşura günündə deyir, gəldi, təllin üstündə gördü ki, İmam Hüseyn əleyhissalamı vurublar, atdan yerə salıblar. Allah lənət eləsin. Atdan yerə salıblar, sonra da yığışıblar, toplaşıblar başına. İndi kimsə cürət eləyib, imamı yəqin ki, ya şəhadətə getirmək istəyir, ya başını bədənindən ayırmaq istəyir. Xanım Zeynəb dözmədi. Həzrəti İmam Hüseyn əleyhissalam demişdi ki, bacı, gəlməyəsən, mən vuruşda atdan düşsəm, şəhid olsam, mənim üstümə gəlməyəsən. Necə Əli Əkbərin üstünə gəldin, Qasimin üstünə məndən qabaq yetişdin, gəlmə, mənim üstümə gəlmə. Qoy düşmənlər Peyğəmbər namusunu, qeyrətini görməsinlər. Gəlmə ginən. Və deyir, amma xanım Zeynəb dözmədi. Dözər. İmam Hüseynsiz qalmağa, bir an qalmağa dözə bilməyən xanım Zeynəb dözmədi. Deyir, təllidən düşdü, qaça-qaça gəldi. Xeymədə gördülər gün batdı, qara yellər əsir. Xeymədən qızlar görürlər ki, gün batıb, qara yellər əsir. Bir-birə söylədi qızlar ki, qiyamətdir məgər. Qızlar deyir, bir-birinə söylürlər, görəsən qiyamət qopub. Göz dikiblər yola heyran, görələr var nə xəbər. Gördülər Zeynəbin əlləri boyanıb, qanə gəlir. Gördülər ki, bibləri Zeynəbin əlləri qana boyanıb. Dedilər ki, əmməti, sənin əlvənə gəldi. Həzrəti xanım Zeynəb elə ki, təllidən düşdü ki, gəlsin İmam Hüseyn əleyhissalamı bunlardan ayırsın. O başına toplanan məlunlar gəldi, gördü ki, Ömər Saad dayanıb, baxır bu hadisiyə. Dedi ki, veyhəkə ya Ömər, ayuqtəl Əbu Abdullah və əntə tanzur eləyik. Ey Ömər Saad, sən baxırsan, baxa-baxa, sən tanıyırsan axı bu kimin balasıdır. Mədinədə yaşamısan, bilirsən, Peyğəmbər bu Hüseynin gözlərindən öpüb, boğazından öpüb, sinəsindən öpüb, ürəyinin başından öpüb. Sən görmürsən ki, onu öldürürlər, sən də durub baxırsan. Xanım Zeynəb dözmədi, gördü ki, əlində xəncər olan birisi dayanıb. Bildi ki, mübarək başını